Fatıma-i Zehra ahli zamanədən bu zülmlər görmüş. Vəsiyyət elədi Əmavliya Ali, məni keçə ilə yeyxakına. Peyğəmbərdən bir qız qalıb müsəlman. İnsan müştaq olar ki, geçirəndən sonra izzət olsun, təşkiyində qələballıq olsun. Peyğəmbərin bir qızı vəsiyyət edir Əmavli, ya Ali, mən riza deyirəm. Onların ki, mənə zülm ediblər. Mənim təşkiyimdə, nəmazımda hazır olsun və dəfsin. Gecə ilə məni yeyxa, gecə ilə kətini, gecə ilə dəfn etdinə. O bişari ibn Əbi Talib Fatıma-i Zəhranın vəsiyyətinə əməl etdi. Gecə vaxtı yeyxadı, gecə ilə kətini etdi. Neçə nəfər ilə gecə ilə Bəqi qəbristanında dəfn etdi. Ay Bəqi qəbristanına türbəliğə gedəndə Fatımanın qədri məlum deyil, neşun məxfi qaldı. Ali ibn Əbi Talib Fatıma-i Zəhranı özü yeyxiyir. Yeyxiyəndə nə cür yeyxiyib, həzən yeyxirdi, təkvirdi, mübarək izin qoyurdu, duvara başdırdı, yuğlamaqda. Onlarla kim yoxdur, geçirəm olar. Hər nə cürüdü yeyxamağı bitirdi. Bitirəndən sonra Fatıma-i Zəhra selamullahi aleyhi kətin etdi. Rəsmidir, rüsumdir, elə ki, o geçməni yeyxadılar, kətin etdilər. Yəllə hər kəs gələcək, gəlsin, görsün də axir görmədi, qaldırırlar. Ali ibn Əbi Talib kətin etdi Fatıma. Səslədi oğlum Həsən, oğlum Hüseyin, qızım Zeynəb, həlimmu, təyəvvədu min ümmükümə. Həsən Hüseyin, gəlin nənədi görün bu axir görməklikdir. İmam Həsənin İmam Hüseyin gəldilər, döşəndilər ana cənazəsinə. Çox məhəbbəti var idi Fatıma-i Zəhranın və Həsənə ilə. Deyim oxuyub, Ali ibn Əbi Talib yemin edir Allah'a, deyir Həsənlə Hüseyin nənələrinin cənazəsi üstündəydilər. Bir dəfə gördüm Fatıma-i Zəhra kəfənin bəndilərin qırdı, əllərin qaldırdı, Həsənlə Hüseyni bastı bağrına. Nəqlələrlə Ali ibn Əbi Talib'də, Ali ibn Əbi Talib deyirət bu köydən də bir səs eşitdim mən ona. Köydən bir səs gəldi, ya Ali, irfa'hıma əncəsəd ümmihima, və ləqəd əskəyə məlâike fəssəma. Ya Ali Həsənlə Hüseyni qaldır, anaların cənazəsindən, bunlar köylərin məlâikələrin